Əsas odur ki, insan özü mundar olmasın, adı pis olmasın. Bu işi əgər namusla, qeyrətlə görürəmsə, başqasının o yazdığı şey mənə maraq gəlmir. Demək bu xanım göyərtini vannada yuyur və bəzi izləyicilər də etiraz ediblər ki, hamam vannasıdır, niyə hamam vannasında göyərti yuyursan? Xanım isə cavabında bildirir ki, əsas odur ki, mən namuslu, qeyrətli xanımam və göyərtini də namusla yuyuram. Nə əlaqəsi? Namusun göyərti ilə, göyərtinin təmiz yuyulması ilə nə əlaqəsi? Təsəvvür edin ki, bir dərziyə paltar sifariş veribsiz, amma paltarı yaxşı tikməyin. Və siz etiraz edəndə dərzi sizə deyir ki, əsas odur ki, mən namuslu, qeyrətli adamam və bu paltarı namusla tikmişəm. Bu cavab sizi qane edərmi? Göyərtini yuyan xanımın əslində cavabı bu olmalıydı. Bəli, bu vanna daha öncə bir hamamda istifadə olunub. Amma mən o vannanı xlorla, başqa yuyucu vasitələrlə tərtəmiz yumuşam. Göyərtini yumaq üçün istifadə etdiyim su da təmizdir. Yəni, verəcəyi cavab budur. Yoxsa mən namusluyam, bu göyərtini namusumla yuyuram demək çox absurddur və çox maraqlıdır. Görəsən bizim insanımız qədər namusu hər mövzuda bu qədər geniş istifadə edən ikinci bir toplum varmı? Hər məsələdə namus, hər mövzuda namus. Hər kəsin namusu özünədir, amma biz işimizi keyfiyyətlə görməliyik. Bəzən burada tiktokçular canlı yayımda pul dilənirlər. İnsanlar etiraz edəndə ki, gənc, sağlam adamsan, niyə iş tapıb işləmirsən, burada tiktokda pul dilənirsən? Cavabında bildirirlər ki, biz namusluyuq. Nə dəxli var namuslusuz? Namuslusuz deyə tənbəl olmalısınız, işləməməlisiniz. Hər mövzunun da üzərinə namus etiketini yapışdırırsınız. Namusdursa mövzu bağlanmış hesab olunur. Gerçək əxlaq nədir bilirsinizmi? Kimsə aldatmamaqdır, birini yarı yolda qoymamaqdır, əmanətə xəyanət etməməkdir, namərdlik eləməməkdir. Əsl namus əxlaq budur. Gerçək namus əxlaq budur.